yeni tərəfdaşlıq münasibətlərinin qurulması üçün iki məsələyə diqqət yetiririk. Birinci, hərbi sənaye təyinatlı məhsulların ixrac coğrafiyası genişləndirilir və tərəfdaşlar qazanılır və eyni zamanda diplomatik kontaktlarla bu tərəfdaşların sayı artırılır. Cənab Prezident 7-ci çağırış Milli Məclisin açılışındakı nitqində də bildirdiyi kimi olmadığımız regionlarda oluruq, yeni təmaslar qurulur və bu da həmin o multilateralizmə xidmət edən bir məsələdir və ən aktual məsələlərdən biri Azərbaycanın D8 təşkilatına üzvlüyüdür. Bilirsiniz ki, bu 96-cı ildə formalaşdırılmış qardaş Türkiyə tərəfindən olan bir dövlətdir. Burada aparıcı 8 müsəlman dövləti yer alır. Bizim müttəfiq dövlətimiz, qardaş dövlətimiz Türkiyə və strateji tərəfdaşımız Pakistanla yanaşı, dost qonşu dövlət İran, Bangladeş, İndoneziya, Malayziya və Nigeriya. Və bu təşkilat yarandığı tarixdən ilk dəfə 30 il sonra qərar verir ki, tərəfdaşların sayı artsın.